Allah Subhanahu taala müvəffəqiyyəti ilə, Uca Rəbbimizin ianəti ilə, izni ilə kitabımızın davamını götürürük. Kitab-ı Tevhidin şərhin Allah Subhanahu taala müvəffəq etsin. Və bu babda qalmışdıq. Müəllif rahimehullahın bu sözündə bu təfsiri tevhid və şəhadət ən la ilahe illallah. Bu təfsiri tevhid və şəhadət ən la ilahe illallah. Tevhidin və la ilahe illallah şəhadətinin təfsiri. Tevhidin və la ilahe illallah şəhadətinin təfsiri. Və öncəki bablarda, öncəki fəsillərdə müəllif rahmehullah, yəni öncəki fəsillərdə bizə öyrətdi. Yəni bir möminin tevhidə qarşı mövqeyi necə olmalıdır? Yəni tevhidi sevməlidir. Tevhidin əhlini sevməlidir. Və həmçinin tevhidi öyrənməlidir. Tevhidə əməl etməlidir. Tevhidi naqisləşdirən və onu pozan şeylərdən, tevhidi pozan şeylərdən və onu naqisləşdirən şeyləri nə etməlidir? Onlardan salamat qalmalıdır, onlardan uzaq durmalıdır. Və həmçinin Allahdan başqa ibadət olunanları şirk əhlin və onların şirkini tərk etməlidir. Və həmçinin tevhidə dəvət etmək, ona səbr etmək və həmçinin qəlbin yalnız və yalnız Allah Subhanahu və Taala'ya, Allah Azza və Cellə'yə bağlamaq və həmçinin şirkdən qorxmaq, yəni şirkə düşməkdən qorxmaq. Şirkə və onun növlərinə, yəni böyüyünə də, kiçiyinə düşməkdən qorxmaq. Yəni bunları müəllif rahmehullah bizə bəyan etdikdən sonra burada artıq bu babda müəllif rahmehullah bu babda, bu fəsildə və bu fəsildən sonraki fəsillərdə artıq tevhidi bizə izah edir. Yəni bu fəsildə icmal olaraq, yəni qısa olaraq, bundan sonraki fəsillərdə isə təfsilatlı olaraq nədir? Tevhidi bizə izah edir. Deməli, indi oxuyacağımız, indi götürəcəyimiz fəsildə tevhidin təfsiri, tevhidin və la ilahe illallah şəhadətinin təfsiri. Burada bizə, yəni bu babı, bu fəsli icmal olaraq, qısa olaraq bizə izah edir, bizə bildirir. Bundan sonraki fəsillər sanki bu babın təfsiridir. Bu babın izahıdır. Bu babın tevhidi təfsilatlı şəkildə nə edir? Bizə izah edir. Allah Subhanahu taala bizləri müvəffəq etsin. Və bunun üçün də qardaşlar, Allah Subhanahu taala sizlərə bərəkət versin. Burada müəllif rahmehullah gətirir ki, təfsirü tevhid, bəbu təfsiri tevhid və şəhadət ən la ilahe illallah. Fəsil tevhidin və la ilahe illallah şəhadətinin təfsiri, izahı. Yəni təfsir nə deməkdir? Yəni təfsir, yəni kəşf, yəni bir şeyi kəşf etmək. Yəni burada qəsd, yəni izahı, bəyanı, yəni tevhidin və la ilahe illallah kəlməsinin şəhadətinin izahı, bəyanı. Burada yəni alimlər bu haqda demişlər ki, müəllif rahmehullah burada tevhidin təfsiri, yəni burada demişlər ki, burada tevhid və la ilahe illallah bunlar ikisi sinonim. Yəni eynidir. Bunların iki sinonimi bir babda, bir cümlədə gətirmək babındandır. Yəni bunların ikisi də eyni sözdür. Və bəzi alimlər isə demişlər ki, burada yəni biri digərin təfsir eləyir, izah eləyir və onun ikisinin birinin digərinə atf olma babından gətirmişlər. Burada yəni la ilahe illallah və onu da izah edən nədir? Tevhid. Yəni la ilahe illallah nədir? Yəni la ilahe illallah tevhidin özüdür. Tevhid yəni la ilahe illallah və onun təfsiri yəni tevhiddir. Və bu alimlər demişlər ki, burada müəllif rahmehullah, yəni bunun mənalarının da biri budur. Barakallahu fikum. Və müəllif rahmehullah qardaşlar, bax indi götürəcəyimiz ayət çox önəmli ayədir. Tevhid babında, tevhid mövzusunda indi götürəcəyimiz ayət çox önəmli ayədir. Yəni əsas usul ayələrdəndir bu. Subhanallah. Və bu indi alimlər də bu ayəni bizə şərh edirlər və müəllif rahmehullah, bu da müəllif rahimehullahın yəni fiqhindən, müəllif rahimehullahın elminin genişliyindən, ayələri dəqiq gətirməsindən xəbər verir. Barakallahu fikum. Müəllif rahmehullah buyurur ki, bu ayəni gətirir. Buyurur ki, qali rahmehullah və qavlullahi teala Ulaikellezine yed'une yebtagune ila rabbihumul vasile. Müəllif rahmehullah bu ayəni gətirir ki, onlar
Allahı çağırırlar, yəni Allaha dua edirlər, Allaha yalvarırlar, Allahı çağırırlar və öz Rəblərinə vəsilə axtarırlar. Öz Rəblərinə vəsilə axtarırlar. Və bu ayəni götürək və ayədə Allah Subhanahu buyurur ki, bu ayəni indi yavaş-yavaş izah eləyək. Barakallahu fikum. Ayədə yəni ayənin əvvəlindən ayədə gəlir ki: "Qul ud'ullezine za'amtum min dunihi قل ادعوا الذين زعمتم من دونه فلا يملكون كشف الضر عنكم ولا تحويلا أولئك الذين يدعون يبتغون إلى ربهم الوسيلة أيهم أقرب ويرجون رحمته ويخافون عذابه." Deməli ayədə gəlir ki, barakallahu fikum, de, yəni ey Muhammed sallallahu aleyhi və səlləm, de kimə, yəni həmin o Allaha şirk qoşanlara, de Allahdan başqa məbud saydıqlarınızı çağırın. Yəni Allahdan başqa o yalvardıqlarınız ki var, iddia etdikləriniz ki var, onları çağırın. Onlar bəlanı və yaxud da zərəri sizdən uzaqlaşdırsınlar. Yəni onlar, yəni o Allahdan qeyri çağırdıqlarınız nə sizdən zərəri, bəlanı uzaqlaşdırmağa, nə də onu başqasına, başqa yerə yönəltməyə qadir deyirlər. Onların yalvardıqları məbudlar, yəni onların çağırdıqları, subhanallah, ayəyə fikir verin. Onların çağırdıqları o məbudlar, onlar özləri Rəblərinə nə edirlər? Hansı Allaha daha yaxındır deyə Allaha vəsilə axtarırlar. Allaha yaxınlaşmaq üçün vəsilə axtarırlar. Və onun rəhmətini umurlar və onun əzabından qorxurlar. Həqiqətən Rəbbinin əzabı qorxub çəkiniləcək bir əzabdır. Həqiqətən Rəbbinin əzabı qorxub həzər ediləcək, çəkiniləcək bir əzabdır. Subhanallah, bu ayəyə baxın, barakallahu fikum. Yəni subhanallah, yəni Allah subhanallah öz peyğəmbərinə deyir ki, ey Rasulun sallallahu aleyhi və səlləm, o kəslərə və günümüzdə də var. Günümüzdə də insanlar var. Bu Allahdan qeyrilərini çağırırlar. Hə? Yəni insanlar, yəni burada indi sələflər bunların, bu ayələrin mənaların, yəni hansı kimlər haqqında deyib, onları inşallah qeyd edəcək. Sələflərdən bəziləri deyiblər ki, buradan qəsd mələklərdir. Və sələflərdən bəziləri deyiblər ki, buradan qəsd İsa aleyhisselamdır. Və sələflərdən bəziləri deyiblər ki, burada qəsd Uzeyrdir aleyhisselam. Və sələflərdən də bəziləri deyiblər ki, burada qəsd, yəni çağırın, iddia etdiklərinizi çağırın. Buradan qəsd, yəni İbn Məsud radiyallahu anhun da hədisində gəlir. Yəni buradan qəsd iman gətirmiş cinlərdir. İman gətirmiş cinlərdir. Yəni kim olursa olsun, istər peyğəmbər olsun, istər mələklər olsun, istər peyğəmbərlər olsun, istər salih insanlar olsun, subhanallah, istər yəni iman gətirmiş cinlər olsun, onlar özləri hansı Allaha yaxın olacaq deyə, hansı Allaha daha yaxındır deyə nə edirlər? Vəsilə axtarırlar. Subhanallah. Bax, günümüzdə misal üçün görürsən, Allahdan qeyrilərini çağırırlar. Hə? Günümüzdə görürsən, peyğəmbəri çağırırlar. Allah qorusun. Salih insanları çağırırlar. Misal üçün bizim özümüzdə olan, görürsən əlini, Allah ondan razı olsun. Həssəni, Hüseyni, bunlar salih insanlardır, yəni sahabədir. Allah onlardan razı olsun. Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Yəni bunlar nədir? Bunlar sağlıqlarında cənnəti qazanmış sahabələrdirlər. Amma bunlar nədir? Allah subhanahu ta'ala həmin kəslər haqqında deyir ki, barakallahu fikum. Onlar, yəni o mələklər də, o peyğəmbərlər də, o salih insanlar da, yəni bunların hamısı, hətta o iman gətirən cinlər də, onların hamısı Allaha hansı yaxın olacaq deyə vəsilə axtarırlar. Təvəssül edirlər, vasitə axtarırlar. Və Allahın əzabından qorxurlar, Allahın rəhmətinə ümid bəsləyirlər, Allahın əzabından qorxurlar. Və subhanallah, bu ayəni fikirləşən, bu dedik ki, nədir? Alimlər buyurur ki, bu tevhiddə əsas ayələrdəndir, usul ayələrdəndir. Bu nəyi bildirir bizə? Bu Allah, yəni bu ayə bizə Allah subhanahu wa ta'alanın huve ganiyyun bizatihi. Allah subhanahu wa ta'ala öz zatında ehtiyacsızdır. Yəni Allah subhanahu wa ta'alanın heç kəsə ehtiyacı yoxdur. Bu ayə bizə bildirir ki, Allah subhanahu wa ta'ala ehtiyacsızdır. Yəni Allah subhanahu wa ta'ala möhtac değildir. Və ikincisi isə nə bildirir? Barakallahu fikum. Və ennəmə sivahu fəqirun bizatihi. Deməli, birinci
Ennallahu subhanahu ve teala ganiyyun bizatihi. Allah subhanahu ve teala ehtiyatsızdır, möhtac değildir. Öz zatında, yəni heç kəsə ehtiyacı yoxdur. Ondan qalan bütün yaradılışlar isə fəqirun bizat nədir? Fəqirdir. Yəni Allaha möhtac, yəni zatı olaraq möhtacdır. Yəni peyğəmbərlər də, salih insanlar da, mələklər də, salih cinlər də belə, iman gətirmiş cinlər də belə nədir? Allah subhanahu wa ta'ala'ya möhtacdır. Allah subhanahu wa ta'ala'ya fəqirdir. Başa düşülür qardaşlar? Barakallahu fikum. Yəni bu ayə bizə öyrədir ki, Allah subhanahu wa ta'ala ehtiyatsızdır. Amma digərləri isə hamısı ehtiyac sahibidir. Ondan başqa, Allahdan başqa bütün olanlar, yəni Allahın bütün yaratdıqları salih olsalar belə nədirlər? Ehtiyac sahibidirlər. Və bu ayə bizə öyrədir ki, yəni bəs biz Allah subhanahu wa ta'alanı, hansı ki ehtiyatsızdır, onu qoyub necə ehtiyac sahibi olanları çağıra bilərik? Ucumuza görsən insan nədir? Əlini çağırır, Hüseyni çağırır, Fatiməni çağırır. Hə? Və yəni biz bunların adını niyə çəkirik? Və yaxud da görsən Mir Mövsümü çağırır. Və yaxud da hər hansısa bir Seyidi çağırır, Salihi çağırır. Misal üçün, hətta özlərinin əhl-i sünnəyə nisbət edənlər arasında da yayılmış. Misal üçün, Abdülqadir Ceylanini çağırırlar. Əhməd Əl-Bədəvini görsən neynirlər? Çağırırlar. Yəni bunlar nə deyib? Barakallahu fikum. Yəni bunlar onların çağırdıqları salih insanlar olsa da belə, yəni onların içində var ki, ellər var ki, ümumiyyətlə yəni fasik insandır. Yəni sadaqladı bu Əlidir, Hüseyndir, Fatmadır. Allah onların hamısından razı olsun. Abdülqadir Ceylandır. Bunlar nə deyir? Salih insanlardır. O üçü sahabədir, o axırıncıda salih insanlardır. Və onların içərisində var ki, nə deyir? Fasiklərdir, ümumiyyətlə fasiklərdir. Yəni onların o çağırdığı salih insanlar özləri ehtiyac sahibidirlər. Və onlar özləri yəni hansının Allaha daha yaxın olacaq deyə neynirlər? Vasitə axtarırlar. Allahın rəhmətinə ümid bəsləyirlər. Və Allahın əzabından qorxurlar. Əgər onların halı budursa, biz necə onları çağıra bilərik, hə? Yəni, məyər, vallahi ki, o insanlar ki, var ki, yəni Allahdan qeyrilərini çağırırlar, Allahdan qeyrilərinə dua edirlər, Allahdan qeyrilərindən istəyirlər. Yəni, onlar Quran-ı Kərimi oxusaydılar, nə edərdilər? Həmin əməllərindən vallahi əl çəkərdilər. Həmin əməllərindən əl çəkərdilər, Quranı oxuyub, onun, yəni Quranı oxuyub, oxuduqlarını əməl etsəydilər, yəni onlar həqiqətən də tövhidə yönələrdilər. Allahın izni ilə. Və onun üçün də qardaş, yəni bu ayə bizə nəyi öyrədir? Allah subhanahu ta'ala ehtiyatsızdır, ondan qalan hər bir kəs isə ehtiyac sahibidir. Və biz də deyik ki, nədir? Yuxarıda sadaladıq ki, bu ayə, o sadaladığımız ayə, yəni sələflər, yəni bir neçə İsa aleyhisselam haqqında, hansı idi? Yəni sələflərdən deyək ki, yəni İsa aleyhisselam haqqında. Yəni İsa aleyhisselam peyğəmbərdir. Bu o sadaladığımız insanlardan da, səhabədən də, Əlidən də radiyallahu anhu və onun nəslindən də qat-qat fəzilətlidir İsa aleyhisselam. Çünki peyğəmbərdir. Əli də Allah ondan razı olsun və onun nəsli də İsa aleyhisselamdan daha aşağı səviyyədədir. Və yəni Allah subhanahu ta'ala bizə yəni deyir ki, bu ayə İsa aleyhisselam haqqında sələflər buyurur ki, İsa aleyhisselam haqqında inibsə, yəni əgər İsa aleyhisselamı çağırmaq olmazsa, hə, ondan aşağı dərəcədə olanları bəsləyəcək, yəni onları heç çağırmaq olmaz. Allah qorusun. Onun üçün yəni mələklər haqqında deyir ki, nə deyir? Allah subhanahu yəni sələflərdən deyən var ki, mələklər haqqında inib. Yəni mələkləri çağırmaq olmazsa onlar nədir? Onlar heç vaxt Allaha asi olmayan salih qullardılar. Yəni onları çağırmaq, onları ibadət etmək olmazsa, onlardan nədir? Aşağı olanlara heç çağırmaq olmaz. Və həmçinin deyir ki, İbn Məsud radiyallahu anh'ın rivayətində gəldiyi kimi, yəni həmçinin yəni bəzi sələflər demişdilər ki, yəni İbn Məsud radiyallahu anh'ın rivayətində gəldiyi kimi, yəni insanlar cinlərə deyir, "Kənən nəsu minəl ins ya'budun nasa minəl cin fa'aslama'l cin və tamassaka haulay bidinihim." Fənəzələtil ayə. Deyir ki, İbn Məsud radiyallahu anhu deyir ki, insanlardan bir toplum cinlərdən bir topluma ibadət edirdilər.
Və deyir, yəni İslam gəldikdən sonra həmin cinlər İslamı qəbul etdilər. Onlara ibadət edən o insanlar isə nə etdilər? Yəni elə ibadətlərin üzərində də qaldılar və bu ayədə indi. Və Allah Subhanahu taala sizlərə bərəkət versin. Yəni buradan qasd, yəni Allahdan qeyri çağırdıqlarınız buradan qəsd nədir? Yəni Allahdan başqa ibadət etdikləriniz. Burada qəsd, yəni biri var ki, min dunillah, yəni iki mənada edilir. Yəni biri var, insanlar var ki, ümumiyyətlə Allaha ibadət etmir, Allahdan qeyrisinə ibadət edir. Biri var ki, yəni iki qismdir. Biri var Allahı ümumiyyətlə Allaha ibadət etmir. Allahdan qeyrisinə ibadət edir, bütpərəstlər kimi. Və biri də var ki, o insanlar ki, Allaha ibadət edir, lakin Allahla yanaşı nə edir? Salihləri də ibadət edir. Və yəni bunların ikisi də bunun içinə daxildir. Yəni bunların ikisi də buradan qəsd olunur. Bu ayə, Allah sizə bərəkət versin, yəni bu ayəni eşidən kəslərə 3 dənə faydanı verir. 3 dənə faydanı verir. Birincisini xatırlatdıq. Yəni birinci fayda odur ki, Ennallahu subhanahu və teala huvel-ganiyyü bizzatihi. Subhanə. Yəni Allah subhanahu və teala zatı olaraq ehtiyacsızdır. Allah subhanahu və teala'nın heç kəsə ehtiyacı yoxdur. Allah subhanahu və teala möhtac deyildir. Və bütün yaradılmış, bütün məxluqat Allah subhanahu və teala'ya möhtacdır. Bu birincisi. Və bu, yəni ağılla da, şəriətlə də, ağılla da sabitdir. Yəni Allah subhanahu teala ehtiyacsızdır. Ondan başqa olan bütün, yəni Allahın yaratdığı bütün məxluqlar isə, Allahdan başqa olan hər bir şey isə Allah subhanahu və teala'ya möhtacdır. Allah subhanahu və teala'ya fəqirdir. Və yəni sağlam qəlb, sağlam ağıl sahibi də bunu bildiyi halda ki, Allah subhanahu teala ehtiyacsızdır. Və ondan başqaları ehtiyac sahibi olduğu halda mən niyə Allahı qoyub ondan qeyrisinə yönəlməliyəm ki? Və ikincisi isə bunu eşidən kəs, yəni ikinci fayda isə həmin bu dediyimiz fayda, yəni bu ayəni eşidən kəs bilməlidir ki, yəni Allahdan qeyri olanlar, həmin o salih insanlar, onlar Allaha fəqir olduqları kimi sən də Allaha fəqirsən. Yəni necə ki sən, yəni mələklər də, peyğəmbərlər də, salih insanlar da Allaha möhtacdır, Allaha ehtiyacı var. Eləcə də sən də onlar kimi Allaha möhtacsan və sənin də Allaha ehtiyacın var. Və yəni onlar, yəni Allaha ehtiyacları olduğu halda, Allaha möhtac olduqları halda, ayədə də keçdiyi kimi, yəni Allaha vəsilə axtarırlar ki, hansı Allaha daha yaxındır, Allahın rəhmətinə ümid bəsləyib əzabından qorxurlar. Eləcə sən də yəni onlar kimi nə et? Onlar kimi Allaha vasitə axtar, Allaha yaxınlaşmaq üçün vasitə axtar və Allahın rəhmətinə ümid bəslə, əzabından qorx. Və baxaq ki, həmin peyğəmbərlər Allaha necə vasitə axtarırdılar? Yəni hansı peyğəmbər başqa bir peyğəmbər, yəni Muhammed sallallahu aleyhi və səlləmdən heç gəlibmi ki, İbrahim aleyhisselamı çağırsın, ona dua etsin, hansı ki atasıdır, yəni nədir? İbrahim aleyhisselamın nəslindəndir və İsmail aleyhisselamın nəslindəndir. Gəlibmi ki, çağırsın, İbrahim aleyhisselamı çağırsın, onun vasitəsilə Allaha yaxınlaşsın? Gəlməyib, subhanallah. Yəni peyğəmbərlər necə Allaha yaxınlaşırdılar? Allaha tövhidi ilə, yəni Allaha heç bir şey şərik qoşmamaqla. Yalnız Allaha ibadət etməklə və ibadətləri ilə. Aydındır, Allah subhanahu teala buyurduğu kimi. Eləcə də sən də onlar kimi, və yaxud da mələklərdən gəlibmi ki, mələklər yəni Allaha yaxınlaşmaq üçün hansısa övliyanı, piri çağırsınlar. Xeyr, Quran-ı Kərimdə bunlara zərrə də dəlil yoxdur. Əksinə Quran-ı Kərim başdan ayağa bunun ziddidir, yəni bunun əksidir ki, yəni peyğəmbərlər də, mələklər də, salih insanlar da yalnız Allah subhanahu wa ta'ala çağırıblar, ona dua ediblər və ondan istəyiblər. Və sən də müxatab, yəni bu ayəni eşitdiyin halda, bildiyin halda nə etməlisən? Sən də yalnız Allah subhanahu wa ta'ala'ya yönəl. Yəni peyğəmbərlər necə ki Allaha yönəliblər, Allahdan qeyrisini çağırmayıblar. Eləcə sən də Allah subhanahu wa ta'ala'ya yönəl, Allahı çağır. Allah subhanahu wa ta'ala'ya yönəl, Allahı çağır. Yəni və ibadətlərlə, salih əməllərlə Allah subhanahu wa ta'ala'ya yaxınlaş. Necə ki ayədə keçir ki, ya eyyuhəllezine amanu. Ya eyyuhəllezine amanu ittaqullaha vabtagu ileyhil vasilə. Ey iman gətirənlər, Allahdan qorxun və ona yaxınlaşmaq üçün yəni vəsilə axtarın. Yəni bu ayədən də vəsilə bildiyi kimi bunun öndəki ayə bunu şərh edir. Yəni Allaha vəsilə axtarın. Necə?
Yəni həmin o peyğəmbərlər necə ki Allaha şərik qoşmadan Allaha və vasitə axtarırdılar, Allahın rəhmətinə ümid bəsləyib əzabından qorxurdular. Siz də onlar kimi bir bəşərsiniz. Siz də onlar kimi Allaha möhtacsınız. Onlar kimi Allaha heç bir şey şərik qoşmadan Allaha, yəni salih əməlləri üzrə Allaha yaxınlaşaraq Allah Subhanahu va Taala'dan istəyin. Hətta bu ayənin təfsirində sələflər demişdilər ki, Muqatil ibn Süleyman rahmehullah deyir ki, İbtəğu ileyhil vəsilə, yəni Allaha vəsilə axtarın, yəni Allaha itaət etməklə və salih əməllər etməklə. Və həmçinin Qatada rahmehullah demişdir ki, yəni təqarrabu ileyhi bi taatihi və l-amel bimə yurdih. Yəni Allaha itaət etməklə ona yaxınlaşın və Allahı razı salacaq əməlləri etməklə ona yaxınlaşın. Amma deməli Qatada rahmehullah nə deyir? Allaha itaət etməklə və Allahı razı salacaq əməllərlə ona yaxınlaşmaq. Allahdan qeyrisini çağırmaq nədir? Allahı razı salan əməldir, xeyr. Allahdan qeyrisini çağırmaq, həmin o kəs, çağırılan kəs salih olsa belə, peyğəmbər olsa belə, mələk olsa belə, onu çağırmaq, ona dua etmək Allahı qəzəbləndirən əməllərdəndir ki, bu nədir? Bununla, yəni bu əməli etməklə, Allahdan qeyrisini çağırmaqla Allaha yaxınlaşmaq yox, insan Allahdan uzaq düşür. Allah Subhanahu taala bizləri qorusun. Və üçüncü fayda isə, barakallahu fikum, yəni Allah Subhanahu va Taala'nı təkləşdirmək, Allah Subhanahu va Taala'nı təvhid etmək, yəni təvhid, yəni Allahı təkləşdirmək, yalnız Allaha ibadət etməklə və Allahdan qeyri, yəni Allahdan qeyri ibadət olunanları tərk etməklə olur. Yəni Allaha ibadət etmək, yəni təvhid, yalnız Allaha ibadət etməklə və Allahdan qeyri ibadət olunanları tərk etməklə olur. Bunu qarşıda da gələcək. Yəni təvhid nədir? Yəni bir insan Allah Subhanahu va Taala'ya ibadət edirsə, amma Allahdan başqa ibadət olunanları inkar etmir. Yəni Allaha ibadət edir, amma Allahdan başqa ibadət olunanları nə etmir? İnkar etmir. Yəni o nədir? O təvhidi gerçəkləşdirmiş sayılmır. Yəni deyir, məsəl üçün Allaha ibadət edir, amma Allaha şərik qoşmur. Allahdan başqasını ibadət etmir. Amma deyir ki, insanlar azaddırlar da, yəni istəyən bütə də ibadət eləyə bilər, İsa'ya da ibadət eləyə bilər, Uzeyrə də ibadət eləyə bilər. Burada bir problem yoxdur. Amma özü ibadət etmir, özü Allahdan başqasını ibadət etmir. O nədir? Həmin kəs təvhidi gerçəkləşdirmiş sayılmır. Həmin kəs təvhidi gerçəkləşdirmiş sayılmır və həmin kəs təvhid əhli sayılmır, hətta ibadət etməsə belə. Çünki təvhid nədir? Təvhid ibadəti yalnız Allah Subhanahu va Taala'ya xas etmək və ondan başqa bütün ibadət olunanları tərk etmək. Necə ki, indi oxuyacağımız ayədə də müəllif rahmehullah bizə bunu öyrədir. Və bu ayəni gətirir ki, və iz qalə İbrahimu li əbihi və qavmihi innəni bəra'un mimmə ta'budun illəl-ləzi fətarani. Allah Subhanahu taala buyurur ki, bir zaman İbrahim öz atasına və qövmünə belə dedi: Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradandan başqa, yalnız məni yoxdan var edəndən başqa. Və bu da nədir? Bu da La ilahə illallahın təfsiridir, qardaşlar. Barakallahu fikum. Bu da La ilahə illallahın təfsiri. La ilahə illallah nədir? Deyir ki, iki rüknü var. Bu La ilahə illallahın mənası təfsiri dərsində geniş olaraq izah etmişik. Ora qayıda bilər Allah'ın və tələbələrin də Allahın bərik dərsləri var. La ilahə illallahın mənası haqqında dərslər var. La ilahə illallah yəni iki rükün üzərində durur. İnkar və isbat. Barakallahu fikum. Yəni la ilahə, ilah yoxdur. Yəni burada nədir? Burada Allahdan başqa ibadət olunan bütün ilahlar inkar olunur. İllallah. Yəni bununla da yalnız Allahdan başqa, yəni ilah yoxdur, Allahdan başqa. Yəni illallah kəlməsi ilə də ibadət yalnız Allah Subhanahu va Taala'ya isbat olunmuş olur. Və bir insan la ilah, ilah yoxdur, bunu deyib deyansa artıq təhlükəlidir. Artıq nədir? Təhlükəlidir, Allah qorusun. Yəni o artıq bütünlüklə nədir? İnkar etmiş olur. İlahları inkar etmiş olur və Allah Subhanahu va Taala da onun içinə girmiş olur. Amma illallah da dediyi zaman nədir? Artıq yəni Allahdan başqa bütün ibadət olunanları inkar etmiş olur və ibadəti də Allah Subhanahu va Taala'ya xas etmiş olur. Və İbrahim əleyhissalamın da
bu sözündə, yəni bu ayədə keçən İbrahim əleyhissalamın deməsi ki, öz atasına və qövmünə deməsi ki, mən sizin ibadət etdiklərinizdən uzağam. Bu da nədir? Bu Allahdan başqa bütün ibadət olunanları inkar etmək deməkdir. Bu o la ilahe illallahın la ilah qismidir. İllellezî fetarani, məni yaradandan başqa. Bu da artıq nədir? İllallah qismidir. Yəni la ilahe illallahın illallah qismidir ki, bu da nədir? La ilahe illallahın mənasıdır. La ilahe illallahın mənasıdır. Və bu da nədir? Burada da öyrənmiş oluruq ki, artıq yəni İbrahim əleyhissalam nədir? Allahdan, yəni burada yəni bilmək lazım ki, Allahdan qeyri ibadət olunanları tərk etmək. Allahdan qeyri ibadət olunanları, yəni Allaha qoşulan şirkləri və onun əhlini tərk etmək. Və onları tərk etmək, yəni onların şirklərinə nifrət etmək. Onların şirklərinə nifrət etmək. Onların şirklərinə nifrət etmək. Yəni əl-bəra, yəni şirk əhlindən və onların etdikləri şirkdən yəni uzaq durmaq, yəni onların o şirkinə nifrət etmək. Onlara o şirkinə nifrət etmək. Yəni bir kəs, xatırlatdığımız kimi bir kəs təvhid əhli sayılmaz, hətta yalnız Allaha ibadət etsin. Yəni bir kəs o vaxt təvhid əhli sayılır ki, yalnız Allaha ibadət etsin. Və Allaha şirk qoşmaqdan salamat qalsın. Və Allahdan başqa bütün ibadət olunanları tərk etsin. Yəni yalnız Allaha ibadət etsin. Allaha şirk qoşmaqdan salamat qalsın və Allahdan başqa bütün ibadət olunanları da tərk etsin. Allah Subhanahu Taala'dan başqa bütün ibadət olunanları da tərk etsin. Və sonra müəllif rahmeullah gətirir ki, İttəxəzu əhbərəhum və ruhbənəhum ərbəbən min dunillah. Yəni onlar öz alimlərin və rahiblərin Allahdan başqa ilahlar götürdülər. Allahdan başqa ilahlar götürdülər və burada Allah, yəni müəllif rahmeullah bu ayəsin gətirdiyi bu ayəni izah olaraq ayə əvvəlindən belədir ki, İttəxəzu əhbərəhum və ruhbənəhum ərbəbən min dunillah vəl-Məsih ibn Məryəm və mə umiru illə liya'budu ilahən vahidən la ilahə illəhu subhanahu amma yüşrikun. Onlar Allahı qoyub alimlərini, rahiblərini və Məryəm oğlu İsa'nı özlərinə ilahlar qəbul etdilər. Halbuki onlara ancaq tək olan ilaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Allah ona qoşulan şirklərdən uzaqdır. Allah müşriklərin ona qoşduğu şəriklərdən uzaqdır. Ona şərik qoşduqlarından uzaqdır. Burada nədir? Kitab əhlindən qəsd bildiyimiz kimi kimlərdir? Kitab əhlindən qəsd Yahudilər və Xristiyanlardır. Kitab əhlindən qəsd Yahudilər və Xristiyanlardır. Burada şirk-ut ta'a, yəni itaət şirki gedir. Buna itaət şirki deyirlər. Yəni itaət şirki nədir? Yəni burada nə edirlər? Yəni bunlar öz alimlərinə necə ibadət edirlər? Yəni öz alimlərinə necə onlara ibadət edirlər? Hansı ki hədisdə də gəlir bu. Yəni onlar öz alimlərinin, yəni Allahın haram buyurduğu şeyə həmin alimlər yəni onu halal deyirdilər və bunu insanlara təqdim edirlər və onlar bunu halallaşdırırlar. Yəni Allahın halalın haramlaşdırırdılar, haramın halallaşdırırdılar. Və onlar da buna tabe olurdular. Onlar da buna tabe olurdular. Bu da nədir? Bu da onların, yəni Allahı qoyub alimlərinə və rahiblərinə ibadət etməsi demək. Yəni onların misal üçün Allah Subhanahu taala faizi haram edib. Allah Subhanahu taala faizi, ribanı haram edib. Yəni onlar deyirdilər ki, nədir? Misal üçün deyir ki, riba halaldır, faiz halaldır, faizi halallaşdırırdılar, hə? Və onlar da buna itaat edirdilər. Yəni Allah Subhanahu taala haram etdiyin, onlar yəni onların alimləri halallaşdırırdı və onlar da bunda ona itaat edirdilər. Bu da nədir? Bu da onların həmin o yəni öz alimlərinə və rahiblərinə ibadət etməsi sayılırdı. İbadət etməsi sayılırdı.
Ya bu günümüzdə də yəni görürsən Allah qorusun baş verə bilər. Yəni Qulat, yəni həddin aşmış sufilər var. Həddin aşmış sufilər var ki, yəni nədir? Görürsən Allah Subhanahu taalanın haram etdiklərini görürsən halal edirlər. Allah Subhanahu taala qorusun. Və görürsən nədir? İnsanlar var ki, yəni cahilliklər, yəni xurafatın dərəcəsi o qədər ötür ki, Allahu Akbar. Yəni onlar o şeylərdə onlara itaat edirlər. Yəni bizim şeyximiz, bizim vəlimiz belə deyir. Yəni nədir? Həmin şeylərdə Allah qorusun onlara itaat edirlər. Yəni burada bu ayə xüsusi olaraq başqa bir fəsildə gələcək. Orada inşallah daha geniş şəkildə izah olunacaq. Barakallahu fikum. Burada qısa olaraq, yəni nədir? Orada yəni alimlərin halal etdiyin, yəni Allahın haram buyurduğun o alimlər halal deyirdilər. Halal buyurduğuna haram deyirdilər və onlar da bunda ona tabe olurdular. Bu da nədir? Yəni onlar bilirdilər ki, yəni bu nədir? Şəriətdə bu haramdır. Bu halaldır. Amma alimləri ona halalı haram etdiyi, haramda halal etdikləri halda ona tabe olurdular. Bu da nədir? Bu da onların ona ibadət etmələri sayılırdı. Bu da onların ona ibadət etmələri sayılırdı. Amma əgər bir insan, yəni alimə, misal üçün bir halalda və haramda itaat edərsə, yəni nə mənada? Yəni alimdən söz soruşur və alim ona cavab verdiyi zaman onun dindən olduğunu etiqad edərək nədir? Ona tabi olarsa, onun dindən olduğunu etiqad edərək ona tabi olarsa və onun əksi də bilinməzsə, yəni Allah Subhanahu taala şəriətində tutaq ki, bir alimlərdən soruşur, alimlər deyir ki, bu məsələ icazəlidir, bu məsələ icazəli deyil. Və Allahın şəriətində də nədir? Allahın şəriətində də onun əksi bilinmir. Yəni ki, şəriətdə də həmin o alimin dediyinin əksi yoxdur ki, yəni o halal dediyin haram deyilməsi və yaxud da haram dediyin halal deyilməsi yoxdursa, bu alimdən soruşub ona itaat etməsi bu nədir? Bu şəriətdən sayılır. Barakallahu fikum. Bu din, yəni onu etiqad etməsi bu dindən sayılır. Amma birinin bir alimə halalda və yaxud da haramda itaat etməsi, yəni bilməsi ki, Allah Subhanahu taala bunu halal eləyib, amma həmin alim bunu haram deyir. Və yaxud da haram eləyib, həmin alim bunu halal deyir. Şəhvətinə uyaraq, yəni etiqad etmədən şəhvətinə uyaraq, nəfsinə uyaraq buna tabe olması, bu da nə deyir? Bu həmin kəsin, yəni harama düşməsi deməkdir. Yəni həmin kəsin ona ibadəti sayılmır. Bu sadəcə yəni harama düşmüş bir şəxs sayılır, yəni harama düşmüş sayılır. Misal üçün görürsən faiz məsələsində deyir ki, filan alim misal üçün belənçi deyir. Yəni öz nəfsinə uyğun olaraq bilir ki, bu nədir? Haramdır. Amma yəni nəfsinə uyaraq, şəhvətinə uyaraq nədir? Həmin məsələdə görürsən, həmin alimi dəlil gətirir və deyir ki, filan şeyx belənçi deyir. Bu da nədir? Artıq harama girmiş olur. Həmin kəs harama düşmüş olur. Və sonra müəllif rahmehullah bu ayəni gətirir ki, Allah Subhanahu wa taala bu ayəsini və minən-nas men yettexizu min dunillahi andadan yuhibbunhum kahubbillah. İnsanlardan elələri də vardır ki, onlar Allahdan qeyrilərin Allahı sevdikləri kimi sevirlər. Yəni Allahdan qeyrilərin Allahı sevdikləri kimi sevirlər. Burada da yəni Allah Subhanahu taala onların o qeyrilərini niyə görə şərik olaraq, yəni nidd olaraq, yəni şərik olaraq adlandırır? Çünki onlar Allahı sevdiyi kimi onları sevirlər. Yəni nə deyir? Bu da sevgidə şişdir. Yəni məhəbbətdə şişdir, sevgidə. Onlar nə edirlər? Onlar Allahı sevdikləri kimi həmin kəsi sevirlər və Allah Subhanahu taala onu yəni sevgidə şərik adlandırmış olur. Və tövhiddə nədir? Tövhid əhli. Tövhiddə yəni labüddür ki, Allaha olan sevgi bütün hər bir şeyə olan sevginin üstün olmalıdır. Yəni elə bir şey, elə bir şəxs, elə bir kəs, elə bir yəni məxluq yoxdur ki, onun sevgisi Allahla yanaşı olsun. Yəni Allaha olan sevgi bütün sevginin üzərində olmalıdır. Subhanallah. Hətta yəni insanların Allahdan bu ayəni fikirləşdikdə
Yəni bir insan həqiqətən də nədir, bunu izhar olaraq görür. Misal üçün, adicə görürsən insanlar Əhlüsünnə məscidinə getdikdə, məscidinə girdiyi zaman görürsən nədir? İnsanları yalnız Allahı zikr etdiklərini, Allahı xatırladıqlarını görürsən. Hətta görürsən divara bir naxış vurulduğu zaman Allahın ayələri, ya Allahın adları, yəni Allah Subhanahu Taala'nın nədir? Zikr olunduğunu görərsən. Amma görürsən Subhanallah, başqa xurafat əhlinin məscidinə girdiyin zaman nədir? Yəni Allahın adından əsər əlaməti yoxdur. Allahın zikrindən Subhanallah əsər əlaməti yoxdur. Yalnız insanlar zikr olunur. Bu da nədir? Bu da həmin kəslərin o insanları Allahdan daha çox sevdiklərinə dəlalət edir ki, Allah Subhanahu Taala qorusun. Və bu da ağıl sahibləri üçün ibrətdir. Həqiqətən də ağıl sahibləri üçün ibrətdir ki, yəni bir toplumun arasında bax, yəni bir toplumun arasında olduğun zaman həmin kəslərin Allahı xatırladığını gördüyün zaman, yəni həqiqətən də onların haqq üzərində olduğunu bilirsən. Amma başqa bir toplumun arasında olduğun zaman isə nədir? Onları Allahı qoyub yalnız insanları xatırladığını gördüyün zaman, bu da nədir? Həmin insanların haqq üzərində olmamalarına bir dəlildir. Və dedik ki, təvhiddə labüddür ki, insanın Allaha olan sevgisi bütün sevgilərdən üstün olsun. Hətta Muhammed sallallahu aleyhi ve sellem olan sevgidən belə, yəni Allaha olan sevgi bütün sevgilərdən üstün olmalıdır. Və burada sevginin dərəcələri var. Birincisi, ümumiyyətlə insanlar, ümumiyyətlə eləsi var ki, Allah Subhanahu wa Taala'nı əslən sevmir. Allah qorusun. Yəni bu da nədir? Bu da Allahı inkar edənlər, mulhidlər, ateistlər, yəni onlar nədir? Subhanallah. Onlar yəni heyvandan daha ağılsızdılar. Subhanallah. Onlar heyvandan daha azğındılar. Heyvandan daha ağılsızdılar. Həmin o kəslər. Allah Subhanahu Taala'nı əslən sevməyənlər və onu əslən tanımayanlar. Və onlar da nədir? Onlar yəni yaradılışın şəz, yəni yaradılışa şəz olan insanlar, yəni yaradılışın şəz insanlardır, şəz olan kəslərdir. İkinci mərtəbə isə Allahı sevir, amma başqasını da Allahla yanaşı sevir. Yəni birincisi nədir? Birincisi artıq şirkdir, İslamdan çıxardan şirkdir. Bunu bildik. Allahı yəni ümumiyyətlə sevmir. Allah qorusun. Və ikincisi isə Allahı sevir, amma Allahla yanaşı. Daha doğrusu ikinci mərtəbə isə Allahı sevir, lakin başqasını Allahdan daha çox sevir. Həqiqətən günümüzdə də görürsən insanlar var. Həqiqətən insanlar var. Yəni cahilliklərindən, bilməməzliklərindən görürsən nədir? Allaha and içdikləri zaman bir şey olanda Allaha and içəndə yalandan and içirlər. Amma Allahdan qeyrisinə and içəndə vəliyə, seyyidə, nəyəsə and içəndə yəni qorxur ki, o vəli onun nə edir? Başına daş sılar. Yəni o seyyidə and içəndə, vəliyə and içəndə görürsən nə edir? Ona yalandan and içməyə qorxur Subhanallah. Yəni bu nədir? Yəni bu həmin kəslərin nədir? Allah Subhanahu wa Taala'nı layiqincə dəyərləndirməmələridir. Yəni görürsən insanlar var ki, Allahı sevir, amma başqasını Allahdan daha çox sevir. Bu da nədir? Bu da şirkdir ki, yəni İslamdan çıxardan şirkdir, Allah qorusun. Və üçüncü mərtəbə isə Allahı sevir, amma Allahla yanaşı, Allahın sevgisi ilə yanaşı başqasını da Allahı sevdiyi kimi sevir. Deməli, birinci mərtəbə ümumiyyətlə Allahı sevmir, Allah qorusun. İkinci mərtəbə başqasını Allahdan daha çox sevir. Üçüncü mərtəbə Allahı sevir, amma başqasını da Allahı sevdiyi kimi sevir. Bu da nədir? Bu da şirkdir. Bu da İslamdan çıxardan şirkdir. Allah qorusun. Və dördüncü mərtəbə isə yəni haqq olan, nədir? Allaha olan sevgisi bütün hər bir kəsdən üstündür. Hər bir şeyin üzərindədir. Bütün Allah Subhanahu wa Taala'nı bütün məxluqatdan, hər bir şeydən çox sevir. Bu da nədir? Təvhid əhlinin, müsəlmanların əməlidir. Və eləcə də müsəlmanlar özləri belə, bu dedik ki, yəni Allahı bütün məxluqatdan çox sevmələri, bu nədir? Bu onların İslamdan, müsəlmanlığına, təvhidinə dəlalət edir. Və təvhid əhli müsəlmanlar belə öz aralarında Allaha olan sevgilərində nədir? Fərqlidir, müxtəlifdirlər. Yəni insan Allah Subhanahu Taala'nın sevməsi artıq nədir? Müsəlmanların özləri belə öz aralarında Allaha olan sevgilərində nədir? Müxtəlifdirlər. Yəni fərqlidir. Yəni birinin görürsən nədir? Allah Subhanahu Taala'ya olan sevgisi daha çoxdur.
Birincisinin də görürsən Allaha olan sevgisi daha azdır. Bunu nə ilə bilmək olur? Nə ilə? Yəni bunun ölçüsü nədir? Allah daha doğrusunu bilir. Alimlərin buyurduğu kimi Allah Subhanahu wa Taala'nı sevməyin əlaməti, bir müsəlmanın Allah Subhanahu wa Taala'nı sevməsinin əlaməti Allah Rasuluna sallallahu aleyhi və səlləmə gözəl şəkildə tabi olmasıdır. Allah Rasuluna sallallahu aleyhi və səlləmə gözəl şəkildə tabi olması və ikincisi Allaha yaxınlaşdıran əməllərdə çalışqan olması. Nə olmasıdır? Allaha yaxınlaşdıran əməllərdə çalışqan olması. Birincisi Allah Rasuluna sallallahu aleyhi və səlləmə gözəl şəkildə tabi olması. İkincisi isə Allaha yaxınlaşdıran əməllərdə çalışqan olması. Yəni ibadətlərdə çalışqan olması. Və Allahın qadağan etdiklərindən, yəni günahlardan nədir? Çəkinməsi. Allahın xoşlamadığı, sevmədiyi şeyləri tərk etməsi. Bu da nədir? Bu da müsəlmanın Allaha olan sevgisinin əlamətləridir. Və kimin Allaha olan itaəti, Allah Rasuluna sallallahu aleyhi və səlləmə olan tabiçiliyi nə qədər çox olarsa, Allaha olan məhəbbəti də o qədər çox olar. Yəni, insanın Allah Rasuluna sallallahu aleyhi və səlləmə olan tabiçiliyi və Allaha ibadətdə olan çalışqanlığın azlığı, çoxluğu miqdarında da onlar neyirlər? Allaha olan sevgilərində fərqlənirlər. Allaha olan sevgilərində fərqlənirlər. Və Allah Rasulü sallallahu aleyhi və səlləmin hədisində də gəldiyi kimi Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Kullu ümməti yədxulunəl cənnətə illə mən əbə. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, bütün ümmətim cənnətə daxil olacaq. Bütün ümmətim cənnətə girəcək, yalnız üç sevirənlərdən başqa. Və sahabələr deyirlər ki, qalu və mən yəbə ya Rasulallah, və mən yəbə ya Rasulallah. Sahabələr həmən soruşurlar ki, yəni kim səndən, yəni üst sevirən kimdir, üst sevirənlər kimlərdir? Ey Allahın elçisi. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mən əta'əni dəxaləl cənnəh və mən asani fəqad əbə. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim mənə itaət edərsə, artıq cənnətə girmiş olar. Kim mənə itaət edərsə, cənnətə girər. Və kim də mənə asi olarsa, artıq nədir, üst sevirmiş olar. Allah subhanallah qorusun. Allah subhanallah bizləri Allah Rasulullah sallallahu aleyhi və səlləmə gözəl şəkildə tabi olan qullarını etsin. Bu da yəni çox təhlükəli hədisdir. Yəni nə mənada, yəni çox təhlükəlidir. Yəni bir qulun Allah Rasulullah sallallahu aleyhi və səlləmin əmri gəldiyi zaman, Allah Rasulullah sallallahu aleyhi və səlləmin sözü, hədisi gəldiyi zaman onu tərk etməsi, ondan üst çevrilməsi nədir? Həmin əməlin necə də təhlükəli olmasına dəlalət edir və həmçinin ayədə bildiyimiz məşhur ayə Allah Subhanahu wa Taala buyurur ki: "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah." De, əgər siz Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sevsin. Allah da sizi sevsin. Yəni Allah Subhanahu wa Taala buyurur ki, ey peyğəmbərim de, onlara de ki, əgər siz Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin. Yəni bu ayədən, yəni bildiyimiz kimi bu ayədən nədir? Bu ayə imtahan ayəsidir. Bu ayə imtahan ayəsidir. Yəni nədir? Qul Allah Subhanahu wa Taala'nı sevdiyin iddia edirsə, nə etməlidir? Allah Rasuluna sallallahu aleyhi və səlləmə tabi olmalıdır ki, Allah Subhanahu wa Taala da onu sevsin və onu günahların bağışlasın ayədə gəldiyi kimi. Yəni Allah Subhanahu wa Taala'nı sevmək Allah Rasuluna sallallahu aleyhi və səlləmə tabi olmaqdan keçir. Hansı ki günümüzdə görürsən insanlar var ki, yəni hədislərə, sünnəyə etibar etmirlər, yəni hədisləri, sünnəni qəbul etmirlər. Həmin kəslərin halı acınacaqlı və çox təhlükəlidir. Allah qorusun. Yəni həmin kəslərin halı çox acınacaqlıdır və çox da qorxuludur. Allah Subhanahu bizləri bağışlasın. Və sonra müəllif rahmehullah gətirir, yəni Allah Rasulü sallallahu aleyhi və səlləm bu hədisini gətirir. Mən qal la ilahe illallah və kafara bima yu'badu min dunillah harama maluhu və damuhu və hisabuhu alallah. Və şərh hədihi tərcəməti mə ba'daha minəl əbvab. Müəllif rahmehullah Allah Rasulü sallallahu aleyhi və səlləm bu hədisini gətirir ki, kim la ilahe illallah deyərsə və Allahdan başqa bütün ibadət olunanlara küfr edərsə, onun malı və qanı toxunulmaz olar, haram olar. Onun hesabı Allah Subhanahu wa Taala'ya qalmış olar. Və sonra buyurur ki, yəni bundan müəllif rahmanlı ki, şərh hədihi tərcəməti mə ba'daha minəl əbvab. Yəni bu götürdüyümüz, bu indiki götürdüyümüz fəslin
tərcüməsi, yəni bu fəslin izahı, bəyanı bundan sonraki gələn fəsillərdir. Yəni bundan sonra gələn fəsillər indi götürdüyümüz, yəni la ilahə illallahın, təvhidin təfsilatlı şəkildə nə idi? Bəyanıdır. İndi Allah Subhanahu müvəffəq etsin. Bundan sonra götürəcəyimiz fəsillər təvhidin təfsilatlı şəkildə bəyanıdır, izahı olacaq. Allah Subhanahu müvəffəq etsin. Və burada da nə deyir? Burada da deyir ki, mən qalə la ilahə illallah. Mən qalə la ilahə illallah. Yəni burada kim, la ilahə illallah deyərsə, kim la ilahə illallah deyərsə, burada yəni deyərsə bu dəlildir ki, yəni insan gücü çatdığı halda, gücü yetdiyi halda la ilahə illallahı dili ilə deməlidir, hə? Dili ilə deməlidir. Yəni insan gücü çatdığı halda la ilahə illallahı dili ilə deməlidir. La ilahə illallahı dili ilə deməlidir. Və Allahdan başqa ibadət olunanlara küfr edərsə, Allahdan başqa ibadət olunanlara küfr edərsə, yəni qul, yəni Allahdan başqa ibadət olunan nədir? Hər bir şeyə küfr etməlidir. Yəni qul, təvhid əhli, muvahhid Allahdan başqa ibadət olunanlara hər bir şeyə küfr edir. Yəni Allahdan başqa ibadət olunanlar var, bütlər var. Var, görürsən insanlar var, günəşə ibadət edirlər. Görürsən salih insanlara ibadət edirlər. Yəni salih, misal üçün, tutaq ki, misal İsa aleyhissalamə nə deyir? İnsana ibadət edirlər. Yəni İsa aleyhissalamə olunan ibadətə küfr olunur. İsa aleyhissalam peyğəmbər olaraq sevilir, peyğəmbər olaraq qəbul olunur. Amma nə deyir? Xristiyanların və ona ibadət edənlərin ona ibadət etməsi, ona ibadət olunması bu nədir? İnkar olunan, ona olunan ibadətdir. Və yaxud da günəşə, yəni nədir? İnkar olunan, günəşə olunan ibadətdir. Aydındır, yəni küfr olunan, günəşə olunan o ibadətin özüdür. Yəni hansı ki, Allahdan qeyrisinə olunan ibadətlərdir. Aydındır, qardaşlar, barakallahu fikum. Yəni, həmin o salih insanlarda da, yəni, inkar olunan, küfr olunan, onlara olunan o ibadətin özüdür. Amma həmin o kəs salih insandırsa, nədir? O sevilir və nədir? Hörmət olunur. Eləcə də peyğəmbərdirsə, o sevilir və Rasul olaraq, peyğəmbər olaraq da qəbul olunur İsa aleyhissalam kimi. Həmçinin alimlər la ilahə illallah, yəni burada şeyx gözəl bir fayda gətirir. La ilahə illallahın elə ki, bu kəlmənin lətifliyi haqqında, bu kəlmədə olan hərflərin hamısı yəni daxildən gələn hərflərdir. Yəni bax, Subhanallah deyərkən nədir? Dodaqlar tərpənir. Elhamdülillah dodaqlar tərpənir. Allahu Ekber dodaqlar tərpənir. La ilahə illallah. Yəni la ilahə illallah ixlas kəlməsidir. Yəni bu kəlməni deyərkən belə nədir? Dodaqlar tərpənmir. Yəni insan tutaq ki, yəni heç kəsin onu zikr edərkən görməsini istəmirsə, yəni la ilahə illallah zikri ilə, yəni la ilahə illallah, yəni ağzın dəbərdmədən belə nədir? La ilahə illallah kəlməsini deyə bilir. Və alimlər də bu ixlas kəlməsidir. Yəni deyilişdə belə nədir? İxlasa dəlalət edir, subhanallah. Yəni insan dodaqların dəbərtmədən belə, tutaq ki, bir toplumun arasındasan, Allahı zikr etmək istəyirsən, riya gəlməsindən qorxursan, hə? La ilahə illallah, la ilahə illallah. Allah subhanahu ta'ala, yəni zikr etmək, dodaqları tərpətmədən belə bu kəlməni nədir? Deyə bilirsən. Yəni bunları zikr etmiş olsa, bu da nədir? Bu da la ilahə illallah kəlməsinin, yəni kəlmənin deyilişinin belə nədir? İxlasa uyğun olmasıdır. Bu da nədir? Şeyxlərin gətirdiyi faydalardandır. Bu da dediyimiz kimi, yəni kim la ilahə illallah deyərsə, yəni la ilah, yəni Allahdan başqa bütün ibadət olunanları inkar edərsə və ibadəti yalnız Allah subhanahu və taalaya xas edərsə, ibadəti yalnız Allah subhanahu və taalaya xas edərsə, o zaman nədir? Təvhidi gerçəkləşdirmiş olar. Yəni Allahdan başqa ibadət olunanları tərk etmədikcə qul nə etmiş olur? Təvhidi gerçəkləşdirmiş sayılmır. Yəni bir qul Allahdan başqa ibadət olunanları tərk etmədikcə, Allahdan başqa ibadət olunanları tərk etmədikcə təvhidi gerçəkləşdirmiş sayılmır. Təvhidi gerçəkləşdirmiş sayılmır.
Və Allah daha doğrusunu bilir. Subhanəkallahumma bihamdika əşhədu en la ilahe illə ente estağfiruka və etûbü ileyk.